9-cu sinif buraxılış tipli belə bir suala baxırıq. ABCD rombunda DC bərabərdir 18 və bucaq ABD 60 dərəcə olarsa, rombun hündürlüyünü tapın. Bilirik ki, rombun bütün tərəfləri bir-birinə bərabərdir. Əgər DC 18-ə bərabərdirsə, demək BC də 18-dir, AB də 18-dir, AD də 18-dir. Bizə burada 60 dərəcəlik bir bucaq verib. Bilirik ki, rombun diagonalları BD, bu da diagonaldır. Onun bucaqlarının tənbölənidir. Yəni, bura 60 dərəcədirsə, burada qalan bucaq da 60 dərəcə olacaq. Və bilirik ki, rombun bir tərəf üzərindəki iki bucağı cəmi 180 dərəcəyə bərabərdir. Əgər bu bucaq 120 dərəcədirsə, 180-ə tamamlamaq üçün burada 60 dərəcə olmalıdır. Və bilirəm ki, rombda bu qarşı bucaqlar bir-birinə bərabərdir. 120 dərəcə olmalıdır deyə bucağı da. Yenə diagonalla yarıya bölünübsə 60-60 şəklində qalır. Burada əmələ gəldi bərabər tərəfli 3 bucaq. Bizdən rombun hündürlüyünü istəyir. Rombun hündürlüyü bu şəkildə qeyd edək. H. Və həmçinin işarə etdiyimiz bərabər tərəfli 3 bucağın hündürlüyü olmuş oldu. Bilirik ki, bərabər tərəfli 3 bucağın hündürlüyü həm median, həm də tənböləndir və tərəf vurulsun kök altında 3 bölünsün 2 düsturu ilə hesablanır. Verilənləri yerinə qoyuram. H bərabərdir. Tərəfimiz 18-dir. 18 vurulsun kökdə 3 bölünsün 2. 18 2-yə bölünür. 9 qalır. 9 kök altında 3. Doğru cavab C bəndi.